Buna biz droj vurması, bunun içərisində bu qabarcıqlar əmələ gəlməz. Xəmir qıcqırmaz, acımaz və yumşalmaz. Onun yumşalmasında, kövrək olmağına kömək edir. Droj vurduğumuz xəmir, maya vurduğumuz xəmir görürsünüz bu şeylər, qabarcıqlar. 2 dəfə, 3 dəfə xəmir gələndən sonra təzədən onu yoğururuq. Təzədən onu qabarcıqlar çıxır tərkibindən. Onda xəmir daha rahat olur. Tökdüyümüz droj istər-istəməz qabarcıqlar şəkildə çıxır içərisindən və həzm üçün daha yaxşı olur, yumşaq olur. Bədən, orqanizmimiz bunu yaxşı qəbul edir. Çünki hər orqanizm droju qəbul eləyə bilmir. Zaten hər insanın orqanizmində yetəri qədər bakteriyalar var, amma biz indi bunu aktiv eləmişik. Çalışaq ki, drojdan az istifadə eləyək və o üsulda, adi bilirsiniz ki, nənələrimizin üsulu var, aç xəmirə üsulu, balata üsulu. Adi unu, suyu qarışdırıb isti bir mühitdə, ağzı bağlı bir yerdə qoysuq, istər-istəməz droj olacaq və onu adi bir una əlavə eləsiniz, yenə bu qabarcıqlar drojun yaratdığı bu funksiyanı alacaq. Ona görə bacardığımız qədər elə yerlər var ki, glutensiz undan istifadə edirlər, drojsuz undan istifadə edirlər. Sağlamlıqlar üçün çox xeyirlidir. Az miqdarda böyük çörək zavodları da acıtma üsulu ilə, ekşi maya üsulu ilə drojlar əldə edirlər. Az istifadə edirlər drojda. Siz də bacardığınız qədər az istifadə edin. Biz 1 kilo una 8 qram droj vurmuşuq. Bu çox böyük deyil, amma az da deyil. Bacardığımız qədər, əgər bizim bir gün əvvəldən biz dediyim kimi adi unu, ilıq suyu yoğurub bir qabda, ağzı bağlı qabda qoyacaq, səhər gəlib onun biz droj halını görürük. Bütün qıcqırmış, içərisində o qabarcıqlar olmuş və xəmirimizi o ilə yoğuracaqdıq, yenə yoğurulmuş, acımış xəmir əldə eləyəcəkdik. Bacardığımız qədər, bunun üçün texnoloq olmağa ehtiyacı yoxdur. Ən azından yüngül bir savada ehtiyacı var. Ona görə də mən hər dərsimdə də deyirəm, savadlı aşpaz olmaq lazımdır. Bədii ədəbiyyata, sosial şəbəkələrə üstünlük verin. Sənətinizin əgər peşəyən seçmişsinizsə, yenə deyirəm, hara geçsiniz, savadlı aşpazım 1-0 irəlidə olacaq. Ən azından məişətdə istifadə elədiyimiz falqanın bükülməsini, bu tərəfini büksüz isti saxlayacaq, bu tərəfini büksüz soyuq saxlayacaq bişirdiyimiz məhsulu. Ona görə də savad, kimsə desə ki, savad nəyə lazımdır? Mən əgər istisalatda çalışıramsa, işləyirəmsə, xeyr, çox da lazımdır. Yenə dediyim kimi, savadlı aşpaz həmişə 1-0 öndə olacaq. Ona görə bacardığınız qədər təhsilinizi artırın, savadınızı artırın. Bu sizə hara geçsiniz, harada olsunuz, sizə lazım olacaq.